Bismillahirrahmanirrahim. Qul la es'alukum aleyhi ecren illel meveddete fil kurba. Sadakallah. Allah Teala bizlere buyurur. De ey benim peygamberim. Ben ettiğim peygamberlik için sizlerden ey ümmet hiçbir muzd ve ecir istemirem. Meğer ahli beytime mevedde yani tabiçilik ve mehabbet istəyirəm. Aşura günü Hz. Hüseyin Aleyhisselam'ın bu əzəmətli inqilabı bütün dünyanı öz nuru ilə nura boyayıb. Hz. Hüseyin Aleyhisselam'ın bu qiyamı bütün dünyaya mesaj çatdırır ki, yalnız ve yalnız ilahi kanunların korunması için, insanların azadlıkları için, insanların dünyada birbirine saygı göstermesi için, sahavetin, rahmetin geniş yayılması için ve bu kimi ilahi istekleri hayata geçirmek için bu inqilab baş verir. Bunlardan birini qeyd eləyək. Həmin günlər ki, Kərbalada Hürr ibn Riyah, Yezid məlunun qoşun başçısı idi və Kərbalaya göndərilmişdi ki, Hz. Hüseyin Aleyhisselam'ı Yezidə beyyət elətdirsin ya da ki, onu orada qətlə yetirsin. Baxın, diqqət olunası məsələdir, tarixə bir ibrət düşüləsi məsələdir. Hz. Hüseyin Aleyhisselam onlarla danışdı. Amma Hürr dedi, ey Hüseyin, mən əmirə itaət eləyən bir şəxsəm. Mən bilirəm ki, sən Peyğəmbər balasısan, sən Fatimənin balasısan. Ona görə bir söz deyə bilmərəm. Həmin zaman Hüseyin Aleyhisselam Hürrə və qoşununa üz tutub, dünyaya bugün də lazım olan bir nida elədi. Nədir o nida? Buyurdu, Eyyuhannas, inne Resulallah qal, mən ra'a sultanen, cairen, mustahillen li haramillah, nakithen ahdehu muhalifen li sünneti Resulillah ve ya'melu fi ibadillah bil ismi vel udvan felem yugayyir aleyhi bi fi'lin ve la kavlin ve kâne hakkan alallah en yudkhilehu mudkhalahu. Her kim Allah'ın haramını halal, halalını haram eden, Allah'ın əhdini sındıran ve Peygamberin sünnesinin aksine amel eden, insanlarla günah etmekle gününü geçiren, Allah'ın koyduğu hüdudlara tecavüz eden bir hakimi gördükdə, öz əməli yaxud sözü ilə ona qarşı çıxmasa, Allah o şəxsi də həmin hakimlə birgə cəhənnəmə atacaqdır. Bu Hz. Hüseyin Aleyhisselam'ın nidası idi. Yani ey Hürr, ey Hürr'ün arkasında duranlar ve ey Hürr kimi zalıma tabi olanlar, her bir zaman ta qiyamətə qədər bu hadis İslam'ın şuarıdır. Ve Aşura akşamı, yani Tasua gecesi, Hazret Hürr çok fikirləşdikdən sonra artıq başa düşdü ki, bu səhv eləyib. Və buyurdu, İnni vallah uxayyiru nəfsi beynəl cənnət və nər. Allah'a and olsun, özümü cennet ve cehennem arasında görürəm.
Allaha and olsun, cənnəti heç bir şeyə dəyişmərəm, hətta tikə-tikə olub yandırsalar belə. Sonra özü və evladı və bir-iki yaxın dostu ilə Həzrət Hüseynə tərəf gəldi. Qollarının üstündə Qur'an və qılınc, ayağından ayaqqabıları çıxarıb qumla doldurub boynundan asmışdı və Həzrət Hüseynə tərəf gəldi, dizi üstə dayandı. Həzrət Hüseyn əleyhissalam buyurdu, sənin adın nədir, kimsən sən? Dedi, mən Yezidin oğlu Hürrəm. İmam Hüseyn əleyhissalam buyurdu, Əntəl hurru kəmə səmmətükə ummuk, Əntəl hurru inşəallah fid dünya vəl-axirə. Sən hürrüsən, yəni azadsan. Hürrün bir mənası azad insana deyərlər ki, mərhum Hürrün də elə adı anası tərəfindən qoyulmuşdu, Hürr. Həzrət Hüseyn əleyhissalam buyurdu, necə ki, anan səni belə adlandırmışdı, sən inşallah dünya və axirətdə azadsan, düş gəl. Hürr dedi, mən düşməkdənsə atda olsam sənin üçün daha faydalı olaram. Hazırda at üstəyəm və saatlarla, onlarla döyüşəcəyəm. Mənim üçün atımdan düşdükdə, şəhid olduqda tamamlanacaq. İmam Hüseyn əleyhissalam buyurdu, Allah sənə rəhmət etsin. Necə fikirləşirsən, elə də et. Hürr qarşı tərəfə qayıtdı və Həzrət Hüseyn əleyhissalamdan ötəri ilk şəhid olan həmin Hürr oldu. Bax, bu Hürrün gözəl aqibəti idi. Əssalamu aleykum, ya əhlə beytin nübüvvə və mevdi'ir risalə və muxtələfəl mələikə cəmiyyən və rəhmətullahi və bərəkatuh.